Bugünkü ameliyatımız artroskopik meniskektomiya oynaq devlet olan ameliyatıdır. Xəstəmiz 49 yaşında xəstə, diz ağrılarına şikayət edir, dərmanla ağrı çəkilir. İlkin olaraq diz müayinəsində göstərirəm, burada nələr var. Uzundan gördüğünüz bu sümüydü, yuxarıda diz qapalı, dağında yeyilmə var, yəni kondromalyasiya var, az dərəcədə. Buradan baxaq. Xəstəmizin plikası yoxdur. Xəstəmizin çarpaz bağıdır, sağlamlıqdır, yerindədir. Burada gördüğünüz meniskdir. Burada isə degenerasiya var meniskində. Bu xəstəmizin bayır meniskidir. Diskoid menisk formasındadır, yəni aypara şəklində deyil menisk. Burada indi görünür ki, diz oynağın arası bayır tərəf görünmür. Meniskimiz doldurub diz oynağın arasını. Bu diskoid menisk dizin arasına girməyə imkan vermir. Ön çarpaz bağın menisk ön çarpaz bağın dibinə qədər gəlib çıxır. Buradan girməyə şərait yoxdur diz oynağına. Tam şəkildə diz oynağın arasını doldurub ciddi çətinlik yaradır burada. Onu da qeyd edeyim ki, diskoid menisk adətən iki tərəfli olur, anadan gəlmə olur. Yaş artdıqca zamanla yırtılır. Diskoid meniski təmizləməyə çalışırıq. Axır ki, giriş qapısı aça bildik. Bu ön tərəfidir. Bu da bayır meniskin yırtığı. Bu menisk yırtıqları bunlardır. Bir də tam təmizləyəndən sonra göstərərəm. Nəhayət diz oynağının bayır tərəfi, bayır aralığına girə bildik. Gördüyünüz kimi bayaq bu hissədən keçmək olmurdu. Ön çarpaz bağın yanından artıq oynağın içindəyik. Burada yırtıqlar rahatçılıqla görünür menisk yırtığı. Artıq əməliyyatımız bitdi. Bayaq giriş yerimiz bu hissə tamam qapanmışdı menisk takması tərəfindən. Ön çarpaz bağın yanından etibarən giriş mümkün değildi. Bu hissəni təmiz açdıq. Gördüyünüz kimi artıq burada bayır menisk demək olar ki, yoxdur. Əməliyyat bitdi. Hər kəsin əlinə sağlıq.